Ağdərə rayonunda mina partlayışı baş verib. Bununla bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Mina Təmizləmə Agentliyi birgə məlumat yayıb. Məlumata görə işğaldan azad olunmuş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində 2025-ci il 16 noyabr tarixində mina hadisəsi baş verib. Bərdə rayon sakini 1990-cı il təvəllüdlü Natiq Namiq oğlu Əliyev minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində ayağından xəsarət alıb. Faktla bağlı Ağdərə rayon prokurorluğunda araşdırma aparılır. Anama Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına əməl etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır. Qeyd edək ki, yaralı Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə 16-11-ci ay 2025-ci il tarixində saat 13:20 radələrində Ağdərə rayonu Sırxavənd kəndi ərazisində minaya düşmə səbəbi ilə xəsarət alan 1990-cı il təvəllüdlü kişi cinsli şəxs Bərdə rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Pasiyentin üzərində sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya əməliyyatı icra olunub. Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti ağırdır.